Haqların hüquqları pozulan Bu gün sərbəst buraxılan işçi hüquqları fəalı Sara Rəhimova saxlanılarkən polis tərəfindən zorakılığa və qanun pozuntularına məruz qaldığını açıqlayıb. O, Toplum TV müsahibəsində saxlanılarkən ailəsinə məlumat verməyə imkan yaradılmadığını bildirib. Stat: Sorğunu təxminən 20:30-dan gecə 12-yə kimi apardılar. 3 nəfər suallar verirdi. Müxtəlif suallar verirdilər. Əsasən ailəmlə bağlı demək olar ki, hər şeyi soruşdular. O cümlədən ictimai fəaliyyətimlə bağlı, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası ilə bağlı soruşdular. Daha sonra öz sahəmlə bağlı, özümlə bağlı suallar verməyə başladılar. Onu da qeyd edim ki, mən ora çatanda bildirdim ki, zəng etmə hüququm var. Statın sonu. Buna baxmayaraq saxlanıldığı 22 saylı Nəsimi rayon polis bölməsində Rəhimovanın zəng etməsinə icazə verilməyib. Aprelin 29-da saxlanılan Sara Rəhimova başına gələnləri üzvü olduğu təşkilatın fəaliyyətinə mane olmaq kimi, eyni zamanda təzyiq vasitəsi kimi qiymətləndirir. Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədi ilə 2022-ci ildə yaradılmış İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının 4 üzvü hazırda həbsdədir. Onlar həbslərinin siyasi olduğunu bildirir. Hökumət rəsmiləri isə ölkədə heç kimin siyasi səbəblərdən həbs edilmədiyini bildirir.